Bismillahirrahmanirrahim. Əziz tamaşaçılar, sizləri dini suallara cavab verilişində salamlayırıq. Bildiyimiz kimi, yanvar ayının 19-20'si, 19'undan 20'sine keçən gecə Sovet İttifaqının ordusu Azərbaycan xalqına vəhşicəsinə qətlə yetirib. Bu səbəbdən ilk öncə bütün şəhid ailələrinə, sonra da xalqımıza başsağlığı diləyirik. Və veriliş əsasında da şəhidin məqamına qonağımızdan Hacı Samir Ağayev. Hacı, xoş gəlmişsiniz. Sağ olun. İlk öncə suallara başlamamışdan əvvəl istədik, Hacı, şəhidin məqamı barəsində, şəhid İslamda nədir? Yəni, Quran-ı Kərimdə şəhid haqqında varmı? Yəni, İslamın şəhidə baxışını istədik, bir açıqlayasınız bizə. Sonra sizə suallarımızı verək. Bismillahirrahmanirrahim. Mən də öz növbəmdə xalqımıza başsağlığı Allah Teala'dan diləyirəm. İnşallah Allah Teala o qədər müsəlmanlara, Azərbaycanlılara güc, qüvvət versin ki, tezliklə işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad eləyək və şəhidlərimizin yanında baş aşağı olmayaq. Amin. Şəhidin məqamına gəldikdə bilirsiniz ki, şəhidlik yeganə məqamdır ki, onu din gətirib, İslam gətirib ərsəyə. Yəni, heç bir qeyri-dini cərəyan ya hərəkat şəhidlik zirvəsini vəd eləmir. Din şəhidin ölməməsini qeyd eləyir və deyir ki, şəhidlər heç vaxt ölməzlər. Biz Quran-ı Kərimə baxdıqda görürük ki, şəhidlər barəsində çoxlu ayələr nazil olmuşdur. Misal olaraq Allah Teala özü Bəqərə surəsində buyurur ki, Allah yolunda öldürülənlərə ölü deməyin. Onlar diridir, lakin siz bilmirsiniz. Ya Ali İmran surəsində buyurur ki, Allah yolunda öldürülənlərə ölü hesab eləməyin. Onlar diridir və Allah yanında ruzilənirlər. Şəhidin məqamına bütün qiyamətdə hər kəs qibtə eləyər. Allah Teala şəhidə elə şeylər verəcək ki, həmişə o qibtə olması bir məqam olacaq. Və biz baxırıq, görürük ki, bütün ilahi peyğəmbərlər, bütün övliyalar, imamlar Allah Teala'dan şəhadət məqamını istəyiblər. Biz imamların tarixinə baxdıqda Həzrəti Əlinin necə şəhid olmaq üçün döyüş meydanlarına atıldığını görürük və hətta qələbədən sonra görürdülər ki, Həzrəti Əli əleyhissalamın demək kefi yoxdur. Soruşurdular ki, ya Əmirəl-Müminin, nə üçün məyus olmusan? Deyirdi ki, mən düzdür qələbə çalmışıq, amma mən həmişə şəhid olmaq üçün gedirəm, amma bu şəhidlik məqamı mənə nəsib olmadığı üçün mən nigaranam, narahatam. Və Həzrəti Peyğəmbər də onu şəhid olunacağı ilə müjdələmişdir və Həzrəti Əli əleyhissalam da həmişə bunun eşqində idi. Bunu həm İmam Həsənin simasında da biz görə bilərik, xüsusilə İmam Hüseyn əleyhissalamın simasında və onun yavərlərinin simasında biz görürük ki, necə Allah yolunda şəhid olmaq üçün can atıblar. Amma şəhidliyin bir şərti var. O nədir? Şəhidliyin şərti budur ki, gərək haqq uğrunda gedib vuruşasan, Allah yolunda, Allaha xatir gedib vuruşasan. Allah və Allah bəyənən ideyalar uğrunda gərək gedəsən, vuruşasan. Bunun üçün də gərək insan birinci haqqı tanımalıdır. Haqqı tanımaq. Şəhidlik iki şeyə görə olur. Biri, haqqı müdafiə eləmək, yəni haqqı dirçətmək. İki, batili aradan aparmaq. Bu iki məqsəd uğrunda insan vuruşsa, dünyasını dəyişsə, o şəhidlik məqamına çatacaqdır və Allah Teala da ona o zirvəni, o fəthi verəcəkdir. Mənə elə gəlir ki, bu barədə çox danışmaq olar şəhidlik barəsində, amma mən Peyğəmbərin bu hədisi ilə kifayətlənirəm. Peyğəmbər buyurdu ki, şəhid elə ki, o şəhadət qüslunu tökür. Bilirsiniz ki, şəhid olmaq üçün qüsul da var da. Müharibəyə getməmişdən əvvəl
döyüşçü qusul verir, şəhadət qusulu. Deyir, elə ki o qusulu tökür, Allah Teala onun bütün günahlarını bağışlayır. Elə ki addım atır döyüş meydanına tərəf, Allah Teala bütün mələklərə deyir ki, baxın, şahid olun mənim bəndəm, gedir mənim yolumda vuruşmaq istəyir. Və elə ki deyir, qılınc dəydi, zərbə ona dəydi, deyir, o yıxılır, amma mələklərin qucağına yıxılır. İki mələk onu qucaqlayır və onun üz-gözündən toz torpağı təmizləyirlər və onu salamlayırlar və o cür cənnətə aparırlar. Və bunun da öz-özlüyündə nə qədər savab olduğunu biz görürük. İnşallah, yəni, əgər digər suallar verilsə, inşallah cavablandıracaq. Hacı, şərhə görə Allah razı olsun sizdən. Hacı, suallarımıza gəldikdə, ilk sualımız da elə Quran-ı Kərim haqqında soruşulur ki, əlbəttə Quran-ı Kərimdən soruşulur ki, məsələn, imamət mövzusu Quranda varmı? Əlbəttə, Quran-ı Kərim elə bir kitabdır ki, hər bir mövzuya bir müxtəsər şəkildə yanaşır, onun izahını Həzrəti Peyğəmbərin üzərinə buraxır. Bəli, imamət haqqında, əgər imamət, yəni Peyğəmbərdən sonra müsəlmanların rəhbərliyi, bu deməkdir imamət. Yəni, müsəlmanlarda rəhbərlik məsələsi necədir? Həzrəti Peyğəmbərdən sonra imam kim olmalıdır və s. Ümumiyyətlə, biz Quran-ı Kərimə baxdıqda görürük ki, imamət çox müqəddəs bir məqam olub. Quran-ı Kərimin Bəqərə surəsinin 124-cü ayəsində Həzrəti İbrahim Peyğəmbər barəsində Allah Teala çox gözəl şəkildə orada buyurur. Çox da maraqlı cəhət bundadır ki, baxın, İbrahim əvvəl Peyğəmbər idi, Rəsul idi, Ulul Əzm Peyğəmbər idi, şəriət sahibi, 5 şəriət sahibi Peyğəmbər var. Onlardan biri də İbrahim Peyğəmbərdir. Allah Teala onu bütün sınaqlardan keçirtdi. Ömrünün sonunda dedi ki, mən səni imam edirəm. Bəqərə surəsi 124-cü ayə. Allah Teala buyurur ki, İbrahimin Rəbbi onu bir neçə şeylə sınağa çəkdi. O məşhur imtihanlar. Ondan sonra Allah, İbrahim də onların öhdəsindən yaxşı gəldi. Sonra Allah Teala buyurdu ki, mən səni insanlara imam seçirəm. İbrahim gördü ki, fürsətdir. Buyurdu ki, ilahi mənim zürriyyəmdən də imam olacaq, övladlarımdan da imam olacaq. Allah Teala onun sözünü nə təsdiq elədi, nə də inkar elədi. Deyir, mənim əhdim zalimlara çatmaz. Yəni, bununla nə demək istəyir? O insanlar ki, məsum deyirlər, zalim burada ümumi mənada götürülür. Təkcə elə kiminsə haqqını pozmağa deməzlər zalim. Zalim həm insan günah edəndən sonra özünə zülm eləyir, günah etməklə özünə zülm eləmiş olur və yaxud başqasına zülm eləməklə zalim hesab olunur və yaxud belə deyək də, məsələn, bəziləri ömrünün əvvəlində günahkardır. Amma axırına tövbə eləyir. Bu da zalimdir, amma axırda tövbə eləyib. Və yaxud bəziləri əksinə olur. Ömrünün əvvəlində yaxşı adam olur, amma axırına gəlir yoluna hazır olur zalim. Bu da ayəyə daxildir. Çünki əz-zalimin kəlməsi Bəqərə 24-də əz-zalimin kəlməsi, yəni əlif-lam bir sözün əvvəlinə gəldikdə nə qədər onu nə qədər təsəvvür olması zalimlar var, növlər var, hamısını əhatə eləyir. Yəni, bütün bu zalimləri əhatə eləyir ki, buyurur ki, mənim əhdim zalimlara çatmaz. Bu da nəyi göstərir? Onu göstərir ki, Allah Teala imamət üçün məsum insanı seçir. İbrahim Peyğəmbər bütün sınaqlardan keçirəndən sonra Allah Teala buyurur ki, mən səni insanlar üçün imam seçirəm. Özü də mənim əhdim. Allah Teala ona buyurdu ki, mənim əhdim zalimlara çatmaz. Yəni, ey İbrahim, əgər sənin övladlarından da zalim olsa, məsum olmasa, mən onu vermərəm. Amma məsum olsa, verərəm. İmamət barəsində digər Maidə surəsinin 55-ci ayəsini misal göstərmək olar. Nisa surəsinin 61-ci ayəsini, Ulul Əmr ayəsini misal göstərmək olar. Və ayələr çoxdur. Və yaxud Maidə surəsinin 61-ci ayəsini, 67-ci ayəsini misal göstərmək olar, o Qədir-Xum məsələsini. Maidə surəsinin 3-cü ayəsini göstərmək olar. Mən bugün dinimi kamil etdim.
nemətləri sizə tamamladım və İslamdan razı qaldım. Həmən Qədirxum çölündə ki, Həzrəti Peyğəmbər Əli əleyhissalamın əlindən tutub qaldırıb buyurdu ki, mən kimin rəhbəriyəmsə, Əli də onun rəhbəridir. O sözdən sonra Maidə surəsinin 3-cü ayəsi nazil oldu ki, mən dinimi kamil etdim və İslamdan razı qaldım, bəyəndim. Yəni, çoxlu ayələr imamət barəsində nazil olmuşdur. Maraqlananlar, mən adres verirəm, qeyd eləsinlər. Məkarim Şirazi ağanın, bizim böyük fəqihlərimizdən, müştəhidlərimizdən biridir. İmamət haqqın dili ilə kitabın adıdır. Bizim dilə də tərcümə olunub. İmamət haqqın dili ilə. O kitaba müraciət eləsinlər. Çox sağ olun. Səməd qardaşımız sual yazıb. Əlbəttə, sualda biraz qarşılığı var, siz izah edərsiniz. Yazıb ki, bildiyimiz kimi Üsul-i-Din 3-dür və ədil imamət üsul-i məzhəbdəndir. Sualım budur ki, təvəlla Quranda varmı? Üsul-i-Din imamət bəhsi haqqında Quranda ayə varmı? Belə təkrar oldu, bunu bir yaxın dedik. Və üsul-i məzhəb nədir? Belə bir sual yazıb bizə hazırlayın. Bəli, İslamda üsul-i din, bəli, 3 dənədir. Nəinki İslamda bütün ilahi dinlərin kökünə baxdıqda, yəni üsul kök deməkdir də, kökünə baxdıqda görürük ki, orada 3 dənə kök var. Birinci, tovhid, Allahı tək bilmək, Allahın sifətləri, onun zati sifətləri, feili sifətləri və s. Bütün bunlar hamısı onda bəhs olunur, Allahın təkliyi, bu tovhiddir. İkinci, nübüvvət, yəni Allah Taala insanları hidayət eləmək üçün, insanlara doğru, dürüst yol göstərmək üçün peyğəmbərlər göndərir. Üçüncüsü isə məad, yəni qiyamət. Yəni insanın son gedəcəyi yer, heç də yoxluq yox, puçluq yox, bu dünyadan sonraki bir dünyadır ki, Allah Taala bunu vəd eləyir, xəbər verib bizə. Quran-ı Kərimdə peyğəmbərlər gəliblər, deyiblər o barədə. Ölümdən sonraki həyat, ölümdən sonra qiyamətin günündə insanın ikinci dəfə dirilməsi, haqq hesab gününün olması, yəni Allah Taala qarşısında qalıb haqq hesab verməsi və nəhayət yaxşılar cənnətə, pislər isə cəhənnəmə gedəcəyi bir gün. O qiyamətdir, ona məad deyərik. Bu 3 dənə bütün dinlərin köküdür. O ki, qaldı ədalətlə imamətə, bəli, bunlar üsul-i məzhəb biz ona deyərik. Bu, belə deyək, şiə əqidəsində bu qəbul olunub üsul-i din kimi. Əslində, ədalət Allahın sifətidir. Allah ədalətlidir, zalim deyil. Bu, tovhiddə bəhs olunur. Və yaxud imamət elə nübüvvətin bir davamıdır. Yəni, peyğəmbərliyin bir davamıdır. Bu da nübüvvət bəhs olunduqda elə imamətdən də bəhs olunur. Məsələn, peyğəmbərdən sonra kim olmalı idi? Peyğəmbər görəsən kimisə təyin edibmi özündən sonra? Hamısı nübüvvətdə bəhs olunur. Amma xüsusi olaraq bunu qabartmaq, bəli, məzhəb alimlərinin irəli sürdüyü bir məsələdir. Nə üçün bu oldu? Çünki Allahın ədalət sifətini, Allahın ədalətliliyini bəzi məzhəblərdə sual altına alırlar. Məsələn, onlarda elə bir əqidələr var ki, mən indi ad çəkmək istəmirəm buradan hansı məzhəblərdir, onlar hansı cərəyanlardır. Onlarda belə bir əqidə var idi ki, Allah Taala ədalətli deyil. Allah, yəni insan nə edirsə Allah eləyir onun üçün. Allah nə yazıbsa, o da olmalıdır. İnsanın bir ixtiyarı yoxdur. Məsələn, əgər bir insan içki içirsə, deyir ki, bunu Allah eləyir. Və yaxud vurub birini öldürürsə, deyir Allah eləyir. Bu da gətirib Allahın ədalət sifətinin sual altına getməsinə səbəb olur. Ona görə bu bilinsin deyə ədaləti xüsusi olaraq usul-i dinə biz salmışıq. Əslində tovhiddə bu bəhs olunur elə ədalət sifəti. Və yaxud imamət də o cür. İmamət, bilirsiniz ki, İslamda ayrılma nöqtəsi imamətdəndir. Mən bir misal vurum. Məsələn, bəzən görürsən ki, insanlar bir yolla gəlirlər, bir yoldur. Gəlirlər müəyyən bir yerə çatanda, orada artıq yol ayrılır. İnsanlar o ayrılan nöqtəyə qədər birdirlər. Bir fikirdədirlər, bir yolla gəlirlər, problemi yoxdur. Amma gəlib oraya çatanda o ayrılma baş verir.
Sağ tərəfə gedir, sol tərəfə, düz istiqamətə gedən düz istiqamətə, ayrılma orada baş verir. İslam əqidəsində, İslam ümməti arasında imamətə qədər bizim problemimiz yoxdur. Allah hamımızın Allahıdır. Həm sünni, həm şiə qəbul eləyir. Quran hər iki dəstə qəbul eləyir. Qiblə qəbul eləyir. Peyğəmbər hamısı qəbul eləyir. Namaz, oruc, bütün hökmlər hamısı qəbuldur. Quran nə deyirsə, Peyğəmbər nə deyirsə, hər iki dəstə qəbul eləyir. Amma gəlib o imamətə çatanda artıq orada ayrılma baş verir. Ona görə əslində İslam məzhəbi içərisində, İslam ümməti içərisində nə qədər təfriqə varsa, nə qədər fərqlilik varsa, nə qədər iki tərəflilik varsa, hamısının kökündə imamət dayandığı üçün bunu sadə bir məsələ kimi qəbul etmək olmaz. Bu gərək dərindən araşdırılsın. Əslində bəhslər, elmi mübahisələr hamısı bunun üzərində getməlidir ki, burada problem nədir? O həll olunmalıdır. Ona görə biz bunun əhəmiyyətini göstərmək üçün onu gətirib usul-i dinə salmışıq. Yəni əslində o da kökdən biridir. Çünki ayrılma onun üstündə baş verib. Buna deyirlər usul-i məzhəb. Yəni bizim məzhəbin, yəni bizim deyəndə, yəni şiə məzhəbinin o usul-i dinindəndir. O ki qaldı təvəlla. Təvəlla Quranda var, bəli. Təvəlla o deməkdir ki, Allaha xatir sevmək, təbərra isə onun əksidir. Allaha xatir düşmənçilik olmaq. Yəni Allahın dostu ilə dost olmaq, düşməni ilə düşmən olmaq. Bu da böyük bir mühərrik rolunu oynayır cəmiyyətdə, xüsusilə müsəlmanlarda. Allahın dostu kimdirsə, onunla dost olmaq lazımdır. Düşməni kimdirsə, düşmən olmaq lazımdır. Həzrəti Əli əleyhissalam buyurur ki, insanın deyir, 3 dənə dostu var. Sənin dostun, dostluğun dostu, bir də düşməninin düşməni. Çünki eyni ortaq məxrəcdə siz hərəkət edirsiniz. Bir düşmən var, sənin də düşmənindir, onun da düşmənidir. O da onunla düşməndir, sən də onunla düşmənsən. Demək, sən onunla dostsan. Eyni mövqedən çıxış edirsiniz. Ona görə düşmənin düşməni sənin dostundur. Sizi çox sağ olun, maraqlı nöqtələrə toxundunuz. Zeynəb xanım soruşur ki, bizdən mənim namazda fikrim yayılır. Sizcə bu şeytandandır, yəni şeytan edir bunu, yoxsa mən kimin qarşısında durduğumu tanımamağımdandır? Əlbəttə ki, belə bir müqəddimə deyim. Namaz elə bir ibadət növüdür ki, bütün ibadətlərin fövqündə dayanır. Yəni namazda həm zikir var, həm cihad var, həm şeytanla mübarizə var, hər şey namazda var. Məsələn, biz deyirik ki, məsciddə mehrabda dayanırlar, namaz qılırlar, qibləni göstərmək üçün ona mehrab deyirik. Mehrab hər bir məsciddə var, qibləni göstərmək üçün orada qoyulur, tikilir xüsusi bir forma ilə. Mehrab sözü hərb sözündəndir, müharibə etmək. Yəni müharibə olunan yer. Sən kimlə müharibə edirsən orada? Axı namaz müharibə deyil. Sən burada söhbət cihad-ı əkbərdən gedir, böyük mübarizədir. Şeytanla mübarizə aparırsan, şeytanla müharibə apardığın üçün o yer mehrab adlanıb, hərb yeri adlanıb. Bəli, Quran-ı Kərimdə şeytanın hilələrini Allah Teala sadalayarkən buyurur ki, şeytan and içir. And içir ki, deyir, mən insanları azdıracağam. Və içkinin haram olma səbəblərindən birini Allah Teala qeyd edərkən nə buyurur? Buyurur ki, sizə içki və qumar haramdır. Nə üçün? Çünki şeytan istəyir ki, bu iki dənənin vasitəsi ilə sizi Allahdan, Allahın zikrindən və namazdan uzaqlaşdırsın. Bəli, şeytan istəyir, insan namazdan uzaq olsun. Ona görə insan namaza başlayanda görürsünüz ki, insan öz fikrini cəm eləyə bilmir, müxtəlif fikirlər gəlir onun zehninə. Bu nədən irəli gəlir? Şeytan öz ordusu ilə hücum çəkir namaz əsnasında insana. Və bu belə bir hal baş verdikdə necə biz qoruna bilərik? Bəli, bir səbəb də Allahı düzgün şəkildə tanımamaq. O səbəb olar ki, şeytan insana nüfuz eləsin. Allahın əzəmətini dərk eləməmək. İmam Səccad əleyhissalam, İmam Zeynül Abidin əleyhissalam Hüquq Risaləsində bir kitab var. Hüquq Risaləsi bizim dilərdə tərcümə olunub, müraciət edə bilərlər. Orada namazın haqqından söhbət gedir.
orada haqlar bir-bir qeyd olunub. Nə qədər haqlar orada qeyd olunub. Biri də namazın haqqıdır. Deyir, namazın haqqı nədir? Namazın haqqı odur ki, namaza durmamışdan əvvəl biraz düşünəsən. Daşınasan, sən hara gedirsən? Kimin qarşısına gedirsən? Orada necə dayanmalısan? O əzəmət sahibinin qarşısında necə dayanmalısan? Həzrəti Peyğəmbərin Əbazərə bir vəsiyyəti var. Buyurur ki, ey Əbazər, Allaha elə ibadət elə ki, elə bir onu görmüş kimisən. Sən onu görməsən də, o səni görür. Yəni, bu iki haldan biri olmalıdır. Əgər insan Allahı dərk eləsə, yaxşı başa düşsə, bilər ki, mən kimin qarşısında dayanıram və elə bil onu görmüş kimi ibadət eləyərəm. Yox, əgər bu dərəcəyə çata bilməmişəmsə, onda heç olmasa insan bunu fikirləşsin ki, mən Allahın qarşısında dayanmışam, Allah məni görür. Heç olmasa bu cür olmaq lazımdır. Bir də Qur'anın, namazın sözlərinin tərcüməsini bilmək. Bu da fikrin cəmlənməsində ən böyük təsirə malik olan ünsürlərdən biridir. Bəli, insan deyir ki, Allahu Əkbər, amma bilmir nə deyir. Bismillahirrahmanirrahim, elhamdülillahi rabbil aləmin. İyyəkə na'bud və iyyəkə nəstəin. Amma bilmir nə deyir. Bunun tərcüməsini bilmək insana kömək olar ki, namazda fikrin cəmləyə biləsən. En azından nə dediyini bilsə. Bəli. Züraya xanım soruşur ki, Səba surəsi 18-ci ayədə Allah Teala o yeri bərəkətli bir məmləkət qərar verdiyini və gecə-gündüz orada aramlıqla dolanmağını buyurur ayədə. Xanım soruşur ki, bunun mənası nədir? Orada təbii ki, Səbə surəsi, bəli, mən indi burada Quran-ı Kərim qabağımdadır, qarşımda da açmışam. Səbə surəsi demək, burada Peyğəmbərlərin dastanları qeyd olunub Səbə surəsində və Süleyman Peyğəmbərin dastanından sonra Allah Teala bu Səbə şəhərinin demək, o halına toxunur. Buyurur ki, deyir, Səbə bir Allahın nişanələrindən biri idi. Orada ayələr var idi, ayətlər var idi, əlamətlər var idi. Onun deyir, həm sağında, həm solunda iki cənnət, sağda iki cənnət, solunda. Cənnət yəni bağ. İki cənnət sağ tərəfində, iki cənnət sol tərəfində yerləşirdi, bağlar yerləşirdi. Və bu çox Allahın ruzisinin bol olduğu bir yer idi. Bu da təxminən bu Allah Teala özü də buyurur ki: "Və-cealna beynəhum və beynəl qurəl-ləti barakna fiha." Quran zahirətən bərəkətli etdiyimiz şəhər ilə onun arasında biz sədd yaratdıq. Bir zahir bir kətlər, demək, şəhərlər yaratdıq. Bu da təxminən Yəmən ərazisini, yəni Fələstindən ta Yəmən ərazisinə qədər ərazini əhatə eləyir. O yerlərə Səbə deyiblər. Necə ki, Süleyman Peyğəmbərin dastanını oxuyanda da o hüdhüd quşunun, yəni Şarnapipiyin gətirdiyi xəbərlərdən biri də bu idi ki, Səbə şəhərinin kraliçası günəşə sitayiş eləyir, Allahı sitayiş eləmir, sənin də bundan xəbərin yoxdur, ey Süleyman. Həmən Səbə şəhərindən söhbət gedir. Bəli, Allah Teala öz ruzisini bol eləmişdi, öz nemətlərini bol eləmişdi, hər şeyi onlara vermişdi, amma səbəbini deyir, nə üçün onlar məhv oldular. Allah Teala buyurur ki, فَأَعْرَضُوا فَأَرْسَلْنَا عَلَيْهِمْ سَيْلَ الْعَرِمِ وَبَدَّلْنَاهُمْ بِجَنَّتَيْهِمْ جَنَّتَيْنِ ذَوَاتَيْ أُكُلٍ خَمْطٍ وَأَثْلٍ وَشَيْءٍ مِنْ سِدْرٍ قَلِيلٍ. Biz çoxlu yağış göndərdik, su göndərdik, sel yaratdıq və bu sellərin vasitəsilə onların bu cənnətlərini, bağlarını məhv elədik və nəticədə çox bərbad bir bağ görünməyə başlandı və elə bir ki, yanmış, aradan getmiş bir yerə çevirdik onları və heç bir şey orada tapa bilməzsiniz. Həmən onun verdiyi 18-ci ayəsi bundan ibarətdir ki, bəli, biz bərəkətli etdiyimiz şəhər arasında, şəhər ilə onlar arasında bir zahiri kəndlər, şəhərlər qərar vermişdik.
fəqəddərnə fiyhə seyr. Və orada çoxlu bağlardan ibarət mərtəbələr yaratmışdıq, bağlar yaratmışdıq. Siru fiyhə ləyaliyə və əyyəmən aminin. Həm gecə, həm də gündüz çox salamat şəkildə, əmniyyət şəkildə orada gəzə bilərdilər. Elə bil Allah Teala İslam ümmətinə deyir ki, yəni biz onlara demişdik ki, biz onlara belə buyurduq ki, gəzin, dolanın, Allahın sizə verdiyi bu nemətlər içərisində, naz nemət içərisində gəzin, dolanın gecə gündüz. Çox əmniyyət içərisində olarsınız, amma onlar kafir olduqları üçün Allah Teala da onlara bu qəhətliyi, qıtlığı daddırdı. Azı üzr istəyirəm, bizim suallarımız çoxdur, vaxtımız azdır. Onun üçün də imkan dairəsində hər bir suala qısa şəkildə cavab verək ki, qoyulan bütün tamaşaçıların suallarına vaxt çatsın. Bir qardaşımız da Bal Arası surəsinin 44-cü ayəsini soruşur. Ki, bunun nə mənası var? Nəml surəsində. Nəhl surəsi. Bəli, bilirsiniz ki, Quran-ı Kərimdə Nəhl surəsi, Bal Arısı surəsi o bal arısının o möcüzəvi işindən, onun o şifalı balından söhbət açır orada. Amma 44-cü ayə oldu da, 44-cü ayədə 44-cü ayə bundan ibarətdir ki, Bil-bəyyinəti və zubur və ənzəlnə iləykə zikrə litubəyyinə linnəsi mə nuzzilə iləyhim və ləalləhum yətəfəkkərun. Bundan əvvəl buyurur ki, biz səndən əvvəl də peyğəmbərləri göndərdik və onlara vəhy etdik. Zikr əhli, əgər bilmirsinizsə, zikr əhlindən soruşun, bilənlərdən soruşun, əgər bilmirsinizsə. Biz onları həm sübutlarla, ayələrimizlə, həm də biz zubur, muvizələrlə göndərdik. İbrətli hekayətlərlə göndərdik, dastanlarla göndərdik insanların üzərində. Sonra Allah Teala Peyğəmbərinə buyurur ki, ey Peyğəmbərim, bu Qur'anı sənə insanlar üçün nazil edirik. Sən də insanlara Quran-ı Kərimdə nə nazil olursa, onu onlar üçün bəyan elə, izah elə. Yəni, Qur'an nazil olur, bir xülasə şəklində bir mövzuya toxunur. O mövzunun izahı isə Peyğəmbərin öz üzərindədir. Yəni, məsələn, Quran buyurur namaz qıl, amma neçə rükət qıl demir. Birinci rükətdə nə demək lazımdır, ikinci rükətdə nə demək lazımdır, onları heç vaxt deməyib. Ona görə Allah Teala Peyğəmbərinə buyurur ki, həmən o ayələri insanlar üçün izah elə. Ona görə hədislər də bizim üçün mühümdür. Bəziləri ki, deyirlər, Quran bizə kifayətdir, hədis lazım deyil. Onlar çox böyük səhv eləyirlər. Hədis Quranın göstərişinə əsasən olur. Bu ayə, Nəhl surəsinin 44-cü ayədə Allah Teala buyurur ki, ey Peyğəmbərim, bəyan elə insanlar üçün nazil olanları. Həmən onun bəyanı, dediyi sözlər hədisdir. O da bizə Quran kimi vacibdir. Bu ayə onu göstərir. Hacı Salman qardaşımız soruşur ki, Qədir surəsində imamlara aid olan ayə hansıdır? Qədr surəsində imamlara aid olan ayə, mən əvvəlcə Qədr surəsini oxuyum. Allah Teala buyurur, Bismillahirrahmanirrahim, biz onu Qədr gecəsindən nazil etdik. Sən nə bilirsən ki, nədir Qədr gecəsi? Qədr gecəsi 1000 aydan xeyirlidir. O gecədə ruh və mələklər Allahın əmri ilə işləri səhmana salmaq üçün yer aləminə nazil olur. Və sübhə qədər o gecə sağlamlıq və səlamətlik, əmnəmanlıq bir gecədir. Orada imamlara aid olan hissə həmən o mələklərin nazil olan hissəsidir. Mələklər nazil olur. Yaxşı, mələk kimə nazil olur? Bunu elə Peyğəmbərin sahabələri Peyğəmbərdən soruşublar. Peyğəmbərin dövründə bəlli idi kimə nazil olurdu mələklər. Peyğəmbərin özünə nazil olurdu. Amma Həzrəti Əli əleyhissalama İbn Abbas sual verir. İbn Abbas Peyğəmbərin həm sahabəsi idi, həm də əmisi oğlu idi. Həzrəti Əli əleyhissalama Küfədə sual verir ki, ya Əmirəl-Müminin, biz bilirdik ki, Peyğəmbərin dövründə Peyğəmbərə nazil olurdu mələklər. Bəs indi kimə nazil olur? Həzrəti Əli əleyhissalam buyurdu ki,
indi Peyğəmbərin vəsisinə nazil olur. Yəni mənə nazil olur. Və məndən sonra Peyğəmbərin digər vəsilərinə, seçdiyi insanlara bir adla deyir, Həsənə, Hüseynə və Əli ibn Hüseynə, yəni Zeynul Abidin, və Muhammed ibn Ali, İmam Baqir, və Cəfər ibn Muhammed, İmam Sadiq, və Musa ibn Cəfər, İmam Kazım, və Ali ibn Musa, İmam Rıza, və Muhammed ibn Ali, İmam Muhammed Təqi, və Ali ibn Muhammed, İmam Ali Ən-Nəqi, və Həsən ibn Ali, İmam Həsən Əskəri əleyhissalam, və sonra buyurur ki, axırıncısı isə Həzrəti Mehdi Qaimdir, Ancəlallahu Teala Faracahu Şərif, və o yer üzərində Allahın ədalətini bərpa edəcəkdir və zülmü aradan aparacaqdır. Əbdülrəhman qardaşım soruşur hazır. Rəhmədə getmiş 8 aylıq körpəyə Yasin düşür, yoxsa yox? Təbii ki, həddi buluğa çatmamış bir uşaq dünyadan getsə, onun heç bir günahı yoxdur ki, ona nəsə verəsən. Xeyr, o cənnətə gedir onsuz da. Amma yəni, oxumağın bir eybi yoxdur. Yəni, biz deyə bilmərik, yox, olmaz. Yox, olar, amma təbii ki, o cənnətdədir və əgər belə deyək, bu cəhətdən baxsaq, əslində Qurana hər kəsin ehtiyacı var. Quran, məsələn, deyirik surələr, Quran surələri. Surə nə deməkdir? Surə nərdivan deməkdir, mərtəbə deməkdir. Yəni, ona görə Quranın surələri surə adlanıb ki, onu oxuduqca mərtəbə qalxırsan mənəviyyatda. Mənəviyyat aləmində sənin dərəcən ucalır. Əgər hətta bir uşağa da Quran oxunsa, o səbəb olar ki, cənnətdəki məqamı biraz da ucalsın. Ona görə eybi yoxdur. Hacı, Fazıl qardaş soruşur ki, yaşlı bir qadın, boynunda heç bir quslu olmayan yaşlı bir qadın hər dəfə hamamda paçlandıqda hansı quslu verməli? Ümumiyyətlə bir qusul varmı buna? Əlbəttə ki, əgər cənabətli deyilsə, cənabət halında deyilsə, ya məsələn bir meyitə əl vurmayıbsa, boynuna məhz meyit quslu gəlməyibsə, onun boynunda heç bir qusul yoxdur. Vacibi qusulların heç biri boynunda olmadıqda müstəhəb cümə quslu eləyə bilər, ya məsələn Qədir gecəsinin quslu var, Ramazan bayramının quslu var, Qurban bayramının quslu var, müstəhəbbi qusulları yerinə yetirə bilər. Hacı, burada ailəyə aid bir sual soruşublar. İsa qardaşımız soruşur ki, əgər xanım öz yoldaşından icazəsiz saçını kəstirərsə, kişinin vəzifəsi burada nədir? Burada təbii ki, əgər qadın öz saçını kəstirirsə, saçı kəsməyin bir haramlığı yoxdur. Və bu, kişinin də təbii ki, belə deyək, qəzəbinə səbəb olmamalıdır. Qadın çalışmalıdır ki, kişini acıqlandıran səbəblərdən uzaq olsun. Amma saçı kəstirmək bir haramlığı yoxdur. Təbii ki, zinət evin içində öz əri üçün olar. Xanım öz əri üçün zinətlənsin, vəzək-düzək vursun evin içində. Amma cəmiyyətdə isə, bayra çıxanda isə o olmaz. Onsuz da İslamda hicabsız bayra çıxmaq qadınlara haramdır. İstər saçı kəsilmiş halda olsun, ya kəsilməmiş halda olsun. Onun fərqi yoxdur. Amma evin içində, təbii ki, əri üçün əgər bəzənirsə, əgər əri razı deyilsə, o yaxşı olar ki, kəsməsin. Çünki bu əri üçün bəzənir. Amma yox, onu incidirsə, ya digər problemlər yaradırsa, qadın onu kəstirə bilər. Yılmaz qardaş soruşur ki, əgər xanım ailədə öz yoldaşı ilə yola gedmirsə, ona bizi dolandırmırsan, başqaları ilə gəzirsən və s. bu kimi sözlər deyərək boşanmaya israr edirsə, bu halda kişinin vəzifəsi nədir? Kişinin vəzifəsi odur ki, öz xanımına yaxşı baxsın, onun vəzifəsi odur ki, evinə yemək gətirsin, gəlsin ailəsini təmin eləsin, həm maddi, həm mənəvi cəhətdən, o qadının hüquqlarını pozmasın, Allahın təyin etdiyi qanunlardan qırağa çıxmasın, onun vəzifəsi budur. Ailədə yaranan problemin qarşısını alsın. Və səlam.
tamaşaçılar bir məqamı nəzərdə satın. Bəzi suallar var, biz canlı yayında onu səsləyə bilmirik, amma hacı göstərmişik, hacının cavabını inşallah sizə yazılı olaraq çatdıracaq. Solmaz xanım yazır ki, mən dünən şam və xiftən namazını qılıb bitirdikdən sonra yadıma düşdü ki, dəstəmaz almamışam. Şək edib, almışam ya almamışam, şək edir. Namazları batildir, yoxsa qəzasını qılmalıdır? Təbii ki, insan namaz qıldıqdan sonra şək eləsə ki, mən dəstəmaz almışdım ya almamışdım, namazları düzdür və dəstəmaz da alıb. Amma yəqin bilsə ki, almamışam, onda namaz batildir, geçsin dəstəmaz alsın, təzədən namazını qılsın. Əgər qəzaya gedibsə, qəzasını qılsın. Çünki artıq yəqin edir ki, mən dəstəmazsız namaz qılmışdım. Ona görə öz yəqininə əməl etməlidir. Gedib dəstəmaz alıb, təzədən qılmalıdır. Hakkar adlı bir tamaşası soruşur ki, 10-15 günlük hamilə olduğunu bilən qadın uşağı abort edə bilərmi? Və ya yazır ki, eşitdiyimə görə 4 aydan sonra olmaz. 4 aya qədər olarmı abort etmək? Təbii ki, abort İslamda ən böyük günahdır. Hətta Peyğəmbərin dövründə, qədimdə uşaq dünyaya gələndən sonra uşağı öldürürdülər. Fəqirlik qorxusundan. Quran-ı Kərim o ayələri bizə bir-bir bəyan eləyib ki, ey insanlar, fəqirlik qorxusundan övladlarınızı öldürməyin. Yəni, bəzən olurdu ki, qız uşaqlarını öldürürdülər. O fəqirlik qorxusundan deyildi. O, bəzi səbəblərə xatir qız uşaqlarından xoşları gəlmirdi. Müharibələrdə iştirak edə bilmirdi qız uşaqları. Və yaxud iki qəbilə müharibə eləyirdi. Uduzan qəbilənin qızları, gəlinləri əsir gedirdi. Qalib gələn qəbilə əsir aparırdı qızlar. Ona görə ərəblərin qızlardan xoşları gəlmirdi və qız olmaq bir eyib hesab olunurdu ərəblər üçün. Və ona görə qız uşağı dünyaya gələndə onu diri-diri bastırırdılar. Bir bu, bir də digər ayədə Allah təala buyurur ki, fəqirlik qorxusundan övladlarınızı öldürməyin. Bu da bizə bəlli eləyir ki, demək, o dövrdə həm də fəqirlik qorxusundan nəinki qız uşaqlarını, hətta oğlan uşaqlarını da öldürüblər dünyaya gələndən sonra. Çox böyük günahdır insan öldürmək kimi demək ki, dəyərləndirilir İslamda. Abort ümumiyyətlə elə ki ana bətninə daxil oldu, məni və sperma ana bətninə daxil olandan sonra onu oradan saldırmaq haramdır. Hətta bir günlük də olsa yenə bətninə daxil olandan sonra haramdır, olmaz. 4 aydan sonra isə ona ruh daxil olur. Bu, bizim məsələmizə dəxli yoxdur. 4 aydan sonra ya 5 aydan sonra ruh daxil olur, onun abort edib etməməyə bir dəxli yoxdur. İslamın hökmü bundan ibarətdir ki, bətninə daxil olandan sonra bir günlük də olsa, onu oradan dəbərtmək, abort etmək olmaz, haramdır. Qəti şəkildə haramdır. Bir qardaşımız soruşur ki, mövlud keçirmək bidətdirmi? Və ikinci sualı budur ki, qan verəndən sonra qusul alınmalıdırmı? Birincisi, bidət nədir? Bidət İslamda yenilikçi, yəni yeni bir şey gətirmək, dinə yeni bir şey gətirmək mənasını verir bidət. Və yaxud İslamdan hansısa bir qanunu çıxartmağa bidət deyərlər. Bu, bəziləri bunu başqa cürə başa düşür. Elə bilir ki, bütün yeniliklər bidətdir. Bu cür dəyərləndirilməlidir. Xeyr. Onda, əgər elədirsə, məsələn, Peyğəmbər maşına minib getməyib. Onda biz maşını tənqid eləməliyik. Ya samolyotla uçmayıb, məsələn. Onda samolyotu biz tənqid eləməliyik. Xeyr. O ki, cəmiyyətin rifahı üçündür, o ki, cəmiyyətin yaşlılaşması üçündür. Orada yeniliklərin edilməsi İslamın tam tələbidir və İslamın buyruğudur. O ki, qala dinə bir şey əlavə eləmək, o bidət sayılır. Ya dindən bir şeyi çıxartmaq. O da
Məsələn, sübh namazı 2 rükətdir. Sən əmr verirsən ki, onu 3 rükət qılın. Haramdır. Bu bidətdir. Və yaxud deyirsən ki, 1 rükət qılın. 2 rükət olduğu halda deyirsən ki, 1 rükət qılın. O 1 rükəti çıxardırsan orada. Bu haramdır. Bu bidət buna deyərlər. Amma mövlud əgər insana yaxşı xatirələri aşılayırsa, insana Allahın neymətini xatırlamaq, Allahın verdiyi ruzini xatırlamaq, məsələn, Peyğəmbərin mövludunu, insan Peyğəmbərin mövludunu keçirəndə nəyi xatırlayır, nə yadına düşür? Həzrəti Peyğəmbər, onun dünyaya gəlməsi ərəfəsində olan hadisələr, onun dünyadan gəlməmişdən əvvəlki Ərəbistan, dünyaya gələndən sonraki Ərəbistan, Peyğəmbərin uşaqlığı, bütün bunlar hamısı o mövludda bəhs olunur və danışılır. Bunu keçirtmək nəinki pis deyil, İslamın təkididir və olunmalıdır. İndi Peyğəmbərin dövründə keçirilməyib, o Peyğəmbərin ona imkanı olmayıb ya Peyğəmbərin qarşısında elə vəzifələr durmuşdu ki, müsəlman cəmiyyətinin elə problemləri vardı ki, Peyğəmbərin o şeyləri keçirtməyə imkanı olmadı. Amma görəsə indi biz keçirə bilərik, bilmərik. Din deyir ki, keçirə bilərsən, çünki o sənə yaxşı xatirələri yada salır. Həmçinin uşaq dünyaya gələndə də o cür uşağın ad günüsünü keçirtmək, o da keçirtmək olar. Çünki sən o mövludu keçirəndə Allaha şükr edirsən, dua edirsən ki, ilahi şükr olsun sənə ki, sən bu övladı mənə verdin və bu böyük bir sevinci mənə bəxş elədin. Burada bir eyib yoxdur, bir problem yoxdur, bəli. Amma mövludu İslamın çərçivəsindən qıraq bir şəkildə, İslamın buyruqlarından qıraq bir şəkildə yerinə yetirsən, məsələn, içki stolu açsan, içki məclisi qursan, ya haram bir məclis qursan, ya bəzi insanlar hətta musiqili toy edirlər həmən ərəfələrdə. Bu qətiyyən haramdır, olmaz. İslam çərçivəsində onun keçirtməyin bir eybi yoxdur. O ki, qala qan verəndən sonra qüsul almaq vacibdir, xeyr. Qan verəndən sonra heç nə eləmək lazım deyil. Əgər həmən o yerdə, damardan əgər qan axıbsa, sənin dərinin üstünə qan axıbsa, onu oradan yuyursan və salam. Heç nə lazım deyil. Hacı Zamin qardaşımız soruşur ki, ya Əli özün kömək ol, bu cür nə sözləri demək Allah Taalaya şirk qoşmaqdırmı? Əvvəla, bu şirk nədir? Bu izah olunmalıdır. Bu çox mühüm sualdır. Bu sualı verənə təşəkkür edirəm. Əvvəla, bu şirk nədir? Özü izah olunmalıdır. Şirk, Allaha şərik qoşmaq. Elə bil ki, Allahla yanaşı kimisə qüdrət sahibi bilmək və Allahın heç bir dəxaləti olmadan onu özünə Rəbb bilmək. Yəni, necə Allahı sən mütləq qüdrət sahibi bilirsən, həmən insanı da mütləq qüdrət sahibi bilməlisən. Buna deyərlər şirk. Amma bir də var ki, Allahın buyruğuna əsasən kimləri isə vasitəçi qərar vermək. Yəni, sən mütləq qüdrət sahibini Allah bilirsən. Amma müraciət etdiyin şəxsi isə Allah yanında böyük məqamı olan bir insan bilirsən. Və bilirsən ki, o əgər Allahdan istəsə, Allah onun sözünü yerə salmaz və onu qəbul eləyəcək. Onda həmən o şəxsə, təbii ki, o şəxs də Allahın razı olduğu bir şəxs olmalıdır. Çünki Allah Teala özü Quran-ı Kərimdə buyurur ki, vasitəçilik, yəni şəfaət yalnız Allahın razı olduğu insanlara olar. Allah Teala icazə verdiyi şəxsiyyətlər şəfaət eləyə bilərlər. Bunlar kimlərdir? Allahın icazə verdiyi şəxsiyyətlər kimlərdir? Peyğəmbərlərdir, övliyalardır, imamlardır. Böyük-böyük məqam sahibləridir, kəramət sahibləridir, xas möminlərdir. Allahın duasını tez qəbul etdiyi insanlar.
Bunlar Allah yanında böyük məqam sahibidirlər. Biz Quran-ı Kərimə baxdıqda bunun nümunəsini görürük. Maidə surəsinin 35-ci ayəsində Allah təala buyurur ki, ey möminlər təqvalı olun və Allaha tərəf gələndə vasitə ilə gəlin. Bəziləri deyir ki, niyə biz ya Əli deyirik, ya Peyğəmbər deyirik? Elə Allahı çağıraq, Allah da duanı qəbul edir. Allah demir ki, məni çağırır, mən də duanı qəbul edeyim. Allah demir ki, mən sizə şah damarınızdan da yaxınam. Bəzən bunu biz misal gətirirlər insanlar üçün. Elə Allaha dedə. Bəli, Allah yaxındır, amma görəsən biz Allaha yaxınıq yoxsa yox. Məsələ burasındadır. Allah Taala istəyən bəndə evi yoxsa yox. Məsələn, yaxşında namaz niyə qılırıq ki? Namazda niyyət necə eləyirsən? Məsələn, sübh namazı qılıram qurbətən ilə Allah. Qurbətən ilə Allah kəlməsi nə deməkdir? Yəni, Allaha yaxınlaşmaq üçün. Bəyəm sən Allahdan uzaqsan, onda Allahdan uzaqsan bəyəm. Onda belə çıxır ki, biz Allahdan uzaqıq. Amma Allah deyir ki, mən sizə şah damarınızdan da yaxınam. Əgər biz Allaha yaxınıqsa, onda namazı nə üçün qılırıq? Buradan bəlli olur ki, xeyr, bəziləri bəzi ayələri görəndə onu səhv başa düşürlər. Bəli, Allah yaxındır bizə, amma biz uzaqıq Allahdan. Öz əməllərimizlə, öz rəftarımızla, öz əqidəmizlə Allahdan uzaq düşmüşük. Namaz, oruc, ibadətlər, bunlar Allaha yaxınlaşdıran vasitələrdir. Və yaxud Peyğəmbər, bunu bilin ki, Peyğəmbər və onun əhli beyti namazdan da yaxın vasitədir. Namazdan da böyükdür. Peyğəmbər namazdan böyükdür. Əhl-i beyt namazdan böyükdür. Çünki Əhl-i beytin vilayəti gələndə Allah İslamdan razı qaldı. Əli əleyhissalamın vilayəti gələndə Allah İslamdan razı qaldı Qədirxumda. Namaz da var idi, oruc da var idi, həcc də var idi, cihad da var idi. Şəhid də vermişdilər müsəlmanlar, övladlarını, atalarını, qardaşlarını itirmişdilər. Amma hələ də İslam kamil deyildi. Əlinin vilayəti gəldi, İslam kamil oldu. Əhl-i beyt, Peyğəmbər namazdan böyükdür və insanı namazdan da yaxşı çatdırır Allaha, Allahın dərgahına. Əgər onlar olmasa, namaz da yox idi. Əgər onlar olmasa, din də yox idi. Ona görə onlar namazın kökləridir. Elə namazda əgər Allahümmə salli ala Muhammed və ali Muhammed təşəhhüddən sonra bu sözü deməsən, namaz qəbuldur, xeyr, qəbul deyil. Bunu həm əhl-i sünnə, həm də əhl-i şiə deyir. Təşəhhüd deyəndən sonra deyir ki, Allahümmə salli ala Muhammed və ali Muhammed. Və yaxud əhl-i sünnə deyir ki, Allahümmə salli ala Muhammed və ala ali Muhammed. Kəmə səlləytə ala İbrahim və ala ali İbrahim. Yəni, ilahi, İbrahim və ali İbrahimə, İbrahimin ailəsinə salavat göndərdiyin kimi Muhammed və onun ailəsinə də salavat göndər. Bu sözü deməsə namaz batildir. Namaz qəbul deyil. Ona görə biz görürük ki, Yaqub Peyğəmbərin övladları günah etmişdilər, Yusifi quyuya atmışdılar. İşin üstü açılandan sonra gəldilər atalarına dedilər ki, Allahdan bizə bağışlanmaq istə. Halbuki atası da sağ idi, özləri də sağ idilər. Əgər özləri əl açsaydılar, tövbə etsəydilər, Allah qəbul eləməli idi, eşidərdi. Amma onlar gəldilər atalarından istiğfar istədilər ki, Allahdan sən istə bizim üçün istiğfarı. Bağışlanmağı istə, Yaqub da dedi ki, istəyərəm. Əgər bu səhv işidirsə, Peyğəmbər deyərdi ki, siz məndən niyə istəyirsiniz? Gedin Allahdan istəyin. Amma Peyğəmbər dedi ki, istəyərəm. Yaxud, indi bu Peyğəmbər idi, bir şəxsiyyətdir. Biz görürük ki, Yaqub Peyğəmbərin gözləri tutulmuşdu. Yusif Peyğəmbər qardaşları ilə görüşəndən sonra buyurdu ki, gedin mənim bu köynəyimi sürtün atamın gözlərinə, gözləri açılacaq. İki Peyğəmbər də əgər dua eləsə Allah gözünü açardı. Amma məhz Yusifin köynəyi getsin. Gərək Yusifin köynəyini sürtəsən, o göz açılsın. Burada, məsələn, Allah Teala hər bir işi Allah görür. İnsanı yaradır, insanı öldürür, dirildir, öldürür. Yağışı Allah göndərir. Ruzini Allah verir. Amma biz görürük ki, Allah Teala yağışı endirən mələklərə and içir Quranda. Küləyi əsdirən mələklərə and içir Quranda. Allahın əmrlərini çatdıran mələklərə and içir Quranda.
Bu nə deməkdir? Bu o deməkdir ki, bəli, əsl güc, qüdrət Allah özüdür. Amma Allah onlara icazə verib, Allah onları təyin eləyib bu işlər üçün. Ölümü ödəyir ki, kim öldürür? Allah öldürür. Amma kimi göndərir can almaq üçün? Əzraili. Mələk təyin eləyib. Vasitə. Allah təala dünyanı vasitəli dünya qərar verib. Ona görə ya Əli demək, mənki şirk deyil, hətta savabdır. Səni Allaha yaxınlaşdırar. Sən onsuz da bilirsən ki, Əli Allahın nümayəndəsi də Allahdan istəyir. Hə, bilsən ki, yox. Nəuzubillah, Allaha sığınırıq. Əgər hesab eləsən ki, Əli də Allah kimidir, nəuzubillah, və onun kimi qüdrət sahibidir, müstəqildir, onda şirkdir, günahdır, kafir olursan, müşrik olursan. Amma yox, sən bilirsən ki, Əli Allahın bəndəsidir. Allahın təyin etdiyi höccətdir, imamdır. Ondan istəmək, onu vasitəçi qərar vermək qəbilindəndir. Ona görə eybi yoxdur. Hacı, son suallarımızı verək. Akbar qardaş soruşur ki, ibadətdə səhlənkarlığı aradan qaldırmaq və yaxud da şeytanın hilələrindən uzaq olmaq üçün nə etməliyik? Bəli, həmən bayaq verdiyi sualla elə uyğun bir sualdır. Şeytandan, hiləsindən amanda qalmaq üçün insan çox diqqətli olmalıdır namazda, öz fikrini cəm eləməlidir və namazda əgər gördü ki, fikri yayındı, məsələn, birdən ayıldı, gördü ki, tamamilə ayrı bir şey fikirləşir. Həmin fikri, zikri başqa yerdədir. O dərhal qiraətini dayandırsın, desin ki, Əuzu billahi minəşşeytanirracim. Yəni, şeytanın şərrindən Allaha pənah aparıram. Bunu desin, sonra yenə qiraətini davam etdirsin. Harada qalmışsa? Harada qalmışdırsa, oradan yenə davam etdirsin. Acı bir sualımız var ki, naməhrəm qadına bacı demək düzgündürmü? Təbii ki, Quran-ı Kərim buyurur ki, bütün möminlər bir-biri ilə qardaşdırlar. Orada mömin deyəndə həm kişi, həm də qadın nəzərdə tutulur. Bütün möminlər bir-birinə qardaşdırlar. Dini bacı qardaşdırlar da. Yəni, bir var qohumluq bacı qardaşı, bir də var dini bacı qardaş. Eybi yoxdur. Naməhrəm də olsa dini bacı qardaşdır. Belə ki, bir hörmət mənasında ona bacı deməyin eybi yoxdur. Bir qardaşımız soruşur ki, mən bu yaxınlarda hərbi xidmətə gedirəm. Orada namaz, oruc kimi ibadətlərin icazəsi yoxdur. Mənim vəzifəm nədir burada? İcazəsi yoxdursa gizli eləsin bunu. Çünki namaz elə bir ibadətdir ki, bunu heç bir şeylə əvəz etmək olmaz. Yatan yerdə eləsin, gedə-gedə eləsin, marş deyə-deyə eləsin, işləyə-işləyə namazını qılsın. Əgər qiblə mümkündürsə, qibləyə gedə-gedə namaz qılsın. Mümkün deyilsə, hər tərəfdədirsə, namazını qılsın. Ayaq üstə, rükû səcdəsini işarələrlə eləsin. Fərq eləməz. Necə bacarırsa, namazını qılmalıdır. Təbii ki, o icazəni verməyənlər çox böyük günah qazanırlar. Belə ki, həmən vaxt Allaha məxsus vaxtdır. Sən icazə vermirsənsə, Allaha elə bil hərb elan eləmirsən. Allahın sözün qarşısında bir təkəbbürcəsinə əmr eləyirsən. O böyük bir fəlakət gətirəcək və təsadüfi də deyil ki, görürsən ki, bizim ordumuzda bəzi xoşa gəlməz hadisələr ki, olur. Nəyin hesabınadır? Çünki Allahı tanımır. Allahı tanısa bir insan heç vaxt o işi görməz. Allahı tanıyan insan heç vaxt vurub əskəri döyməz, səbəbsiz yerə danlamaz, söyməz. Bizim əskərliyimizin bir problemi də söyüş söyməkdir. Hamısı nədən irəli gəlir? Allahı tanımamaqdan. Həmən komandir ya hər hansı bir hərbi hissənin rəhbəri o icazəni vermirsə, o böyük günah qazanır. Və Allah təala mütləq onu cəzalandıracaqdır. Həmçinin bir sualımız da, sonuncu sualımız. Aşura günü zəncir vurmağın İslam dilində olub-olmamasını soruşur. Təbii ki, biz məhərrəmlik əzalarında gördüyümüz o müsibət növləri
Məsələn, bəziləri sinəyə vurur, bəziləri başa vurur, bəziləri dizə vurur, bəziləri zəncir vurur, bəziləri görürsən ki, öz başlarını palçıqla isladırlar, yaş palçıqla isladırlar, ya üz gözlərini, alınlarını yaş palçıqla isladırlar. Bu hamısı qayıdır, hansı xalqın hansı müsibət zamanında hansı ənənəsi varsa, onu yerinə yetirir. Ərəblərdə bəli, sinə vurmaq, başa vurmaq, müsibət əsnasında dizə vurmaq, bunlarda bu cür müsibət əlaməti idi. İndi zəncir vurmaq düzdür, sonralar meydana gəldi, amma əgər zəncir özünə qəsd şəkildə və çox, belə deyək də, elə vurmasın ki, insan özünü zədələsin, qan çıxartsın. Belə normal şəkildə olsa, onun eybi yoxdur. Yox, ifrat şəkildə olsa, yaxşıdır ki, eləməsin. Təbii ki, zəncir vurmaq barəsində biz tam qəti deyə bilmərik, olmaz. Yəni, bu eşqdən irəli gələn bir şeydir, vura bilərsən, amma təbii ki, İslamın o incə nöqtələrini orada riayət eləməlisən. Hüdudlarının həddindən çıxmamaq şərtilə. Hacı, çox sağ olun bizə ayırdığınız bu vaxta görə. Əziz tamaşaçılar, sizə ayırdığımız bir saat sonra yetdiyi çatdırıb bütün sualları soruşa bilməsəkdə inşallah gələn verilişlərdə sizin suallar yayınlanacaq, efirə veriləcək və Hacı cavab verəcək inşallah. Sağ olun. Bir daha xatırladım ki, suallarınızı bizim Əhlibeyt-akarnet.com saytında dini sualınız bölümündə yaza bilərsiniz. Hər yazılan sualı da biz burada inşallah canlandırıb ilahiyyatçilərdən soruşacaq. Sağ olun, sizi Allaha tapşırıram.